Bizim kəndimiz verilişinin artıq 5-ci bölümü ilə yenidən sizin qarşınızdayıq. Bu dəfə yolumuzu Kürdəmir rayon gözəl kəndlərindən biri olan Xınsı kəndindən salmışıq. Kəndin gözəlliyi, insanların səmimiyyəti, həyat tərzini sizin diqqətinizə çatdıracağıq. İnqilab müəllim, bugün Bölgə TV olaraq sizin kənddəyik, Xınsı kəndindəyik. Gəlmişik bu kəndi işıqlandıraq, buranın tarixindən bizi izləyən tamaşaçılara məlumat verək. Bu kənd haqqında bizə qısaca məlumat verərdi, zəhmət olmasa. Əvvəla xoş gəlmişsiniz. Bu kənd Kürdəmir rayonu Xınsı kəndidir. Kəndim deməli tarixi harca bir 200 illik var. Çünki bu kənd Şamaxıdan gəlir. Deməli İnqilab müəllim o Şamaxıda olan Xınsı kəndinin cəmaatı ilə bu kəndin də cəmaatı eynidir da. Eynidir, Bəli. eynidir. Bunlar oradan gəlmədilər. Bəli. Bu kəndin cəmaatı. Yenə deyirəm, maldarlığına məşğul olublar. Qışda qışlağa bura gəliblər. Hardasa yayda, may ayında da çıxıb gediblər Şamaxıya. Yəni orada sərinlikdir. Həm də vaxtilə burada su ehtiyatda elə çox olmuyor. Əvvəl pambıqçılıqla məşğul olurlardı, düz 64-cü ilə qədər. Bəli. Sonra burada Kürdəmir üzümçülük safkozu, yəni bizim bu bölümümüzdə yəni məşhur safkozdur. Safkoz idi, indi yoxdur da. Burada Şirvanşahı üzüm vardı. Sonra bu belə deyək də şərab üzümü idi. Eyni zamanda süfrə üzümü də vardı. Təbriz, Xəzri. Bəli. Cəmaət 65-ci ildə isə bunu da ona Sovet dövrü idi də. Bunlar biz Karlar Axın davanına qalxozduydıq. Oradan bizə ayırdılar, verdilər Kürdəmir üzümçülük safkozuna. Xınsı kəndini gəzərkən belə bir dükan diqqətimizi cəlb elədi. Hər kəsə məncə maraqlı olar ki, kənd dükanlarında nə satılır. Salam əleyküm, necəsiz? Məmmədov Mürşid Nüsrətoğlu. Mürşid müəllim, burada çoxdan da fəaliyyət göstərsiniz. 6-7 il var. Maraqlıdır bu kənd dükanında nə satılır? Kəndin gündəlik vacib olan tələbatları, yəni bizim kənd rayonuna yaxın olduğundan cəmaət hamısı əlaqə saxlayır rayonla. Bir görürsən qonaq gəlir, vacib bir şeylər olur. Uşaqlara kökədən, nə bilim, konfetlərdən lazım olur, köməklik eləyirik. Həm də bu kənddə nəyəsə bir balaca kömək eləyə biliriksə, kiminsə dərslərinə yaraya biliriksə, ona da qürur duyuruq ki, bu kəndin hansısa bir vətəndaşına bir xidmət göstərə bilirik. Sizin kənddə də yəqin ki, lisiya dəftəri olur da, yoxsa? Var mı söz? Selamünaleyküm. O 5 asasa gelir bir nerede oynaya. Gel. Xınsı kəndini gəzirik. Xınsı kəndində arı təsərrüfatı var. Burada hardasa 50-yə yaxın arı ailəsi var. İndi gəlmişik bura, arıları da sizə çəkək göstərək. Siz də baxasınız ki, Kürdəmirdə həqiqətən də arıçılıq təsərrüfatı inkişaf eləyir. Salam əleyküm. Hoş geldin. Necəsiz? Nə var, nə xoş Ha, gördük təşəkkür. sizlər. Necəsiz? Sağ ol. Siz ne tarz? Çox sağ olun. Biz gəlmişik Xınsı kəndinə. Bugünkü gün sizin kəndi bizi izləyən insanların diqqətinə çatdıraq. Göstərək ki, Xınsı kəndi necə kənddir, insanlar necədir, qonaqpərvərdir. Burada neçə dənə arı ailəsi var. Kürdəmirin balı necə olur? O haqqda bizə məlumat verin. Kürdəmirin balına çatan bal yoxdur. Azərbaycandan. Ona görə ki, balı əsas yetişdirən istidir. Bir də ki, burada bitkilər var da. Bəli. Yaxtıkan, biyan, pişik inağı. 100 dənə. Burada isti olmağı bu arılara məhsuldarın azalmasına görə təsir eləmir. İsti xeyirdir. Xeyirdir. Sərinlik təsir eləyir.
yağış, külək. İsti, arıncı istidir da. Bir də bu indi bizi vurmaz ki bu arılar. Yox, niyə vurur? Onların da Vurmaz. hirsi var. Var. Neçə cürə növü var. Bu elə bir ki, ən sakit arı. Sakit növü. Sakit növüdür. Arının məhsulunu satmaqda çətinlik çəkirsiniz. Yarmarkalara apara bilirsiniz. Yox, aparırıq, ha, satırıq. Kiloqramı neçəyə satırlar? Kiloqramı 25-ə, 30-a, 40-a. Keyfiyyətinə görə dəyişir. Keyfiyyətinə görə dəyişir. Ramka bahadır məsəl üçün, 80 manat. Arının çiçəyi var, çiçək tozu var, dələmum var. Ondan da istifadə Hamısı edirlər. istifadə, dərman hazırlanır. Dələmumundan, çiçək tozu. İndi bu dəqiqə çiçəyə gedirlər ən çox, çiçək tozu. Söyüddən, nə bilim, Bir də güldən, ki, çiçəkdən. qulluğu necə olur? Necə qulluq edirsiniz arı ailələrinə? Qulluğu bunun yaz payızda elə bir ki, yazda təzə ramkalar atılır, köhnələr məhv olur, o qara ramkalar, yeni ağ ramkalar atılır. Gəniyə qarşı dərmanlar var, o vurursan. Belə də. Amma zəhmətli işdir. Zəhmətli işdir, əlbəttə. Bunu da hər adam da bacarmır. Hər adamın, məsələn, bu kətdə arı çox idi. Həyətlərdə. Məsələn, o xəstəliklər qırdı da elə bir ki. Bunda gənə olur, gənə ən pis xəstəliyi məhv eləyir. Elə burada cəmaət üzümçülüklə məşğul olurdu, düz 2000-ci ilə qədər da. Ondan sonra da üzüm zat ləğv oldu, belə deyək, dağıldı təsərrüfatlar. İndi də elə əhali maldarlığıyla, əkinçiliklə belə məşğul olurlar. İnqilab müəllim, bura orta məktəbdir. Bəli, tam Xınısı orta kənd, məktəbdir. tam orta məktəb. Bəli. Afiq Məmmədov. adına, bəli. Bu məktəb neçənci ildə tikildi? Bu məktəb 1964-cü ildə tikilib. 8 illik məktəb idi. Bəli. Bu qonşu Muğanlı kəndi də bura gəlirdi. Bu Kərrar qəsəbə də bura gəlirdi. Onlar hər ikisi bizdən düzdür. Sayca çoxdur, amma onu elə planlaşdırmışdılar ki, yəni o cəmaət də gələ bilsin, o uşaqlar da gələ bilsin, bu uşaqlar da. Bunlar üç kənd burada oxuyurdu. Üç kənd burada oxuyurdu. Düz hardasa 1975-ci ilə qədər. 75-ə qədər. Ondan sonra Kərrar qəsəbədə orta məktəb açıldı. Bura hələ 8 illik idi. İndi ümumi orta məktəb idi. Sonra Muğanlı bizdən əhali sayıcan çoxdur. Amma onlarda elə bir 2 ildə açılıb. Yəni 75-dən sonra da elə ayrı-ayrı oldular. 2004-cü ildə bura tam orta məktəb oldu. 2014-cü ildə bizdə 13-də başladı, 14-cü ildə də bu məktəbi, yeni məktəb istifadə verirdilər. 180 yerlik məktəbdir. Yəni mən burada indi özüm haqqında desəm 34 il məktəb direktoru olmuşam. Ondan əvvəldə 7 il belə deyək də müəllim işləmişəm. 36 il daha doğrusu bağışlayın. 43 il eləyir 36 ilə 7-nin üstəlik işləmə 43 il. Yəni bu məktəbdə də 77-də müəllim işləmişəm, 84-də direktor, burada da 2020-ci ilə qədər. İnqilab müəllim, indi bu məktəbdə hər bir şərait yaradılıb da. Hər bir şərait var, hər bir şərait. Xınısı kəndini gəzirik hal-hazırda. Burada belə bağ gördük. Biz kənddə gəzərkən orada bağlar da var, intensiv bağçılıqlar da görürük. Amma elə evlər məsələn görürük ki, kənddə yaşayır, adam kənddə yaşayır, amma ki Bir dənə ağac yox. həyətində 2 dənə, 3 dənə ağacı var. Hə. Həyəti də hektarlarlandır. Yox, amma bir şey də deyim, əvvəlki vaxtlara baxanda indi ağacları becərməyi də çətindir, quruyur. İstiləşmədən asılıdır, müəyyən indi bu havadan da asılıdır. Əkin biçin olur, bu əsasən bostancılar görürsən, əkin əkirlər, bostanda gəlir, yarpaqları yanır, o dərmansız göydaş vururlar, nə bilim başqa şey vururlar, o dərmansız əmələ gəlmir. Bəli. Hə, Burada nar bağıdır. Nar bağıdır, hə. Bunlar heyv ağaclarıdır. Bunlar güleyşə nardır. Növü nədir bu narın? Güleyşə nardır. Sizin torpağınız məhsuldardırsa, deməli sizə heyvandarçılıq inkişaf eləyir. Çünki əsasən yonca bitkisi, ot, alaq otları burada torpaq yaxşı olmalıdır ki, olar yetişməlidir ki, heyvandarlıq da inkişaf eləsin. Yox, kətdə heyvanla da məşğul olurlar. Mən özüm qoyun saxlayıram. Yonca sahələri də var. İndi burada yoxdur. Yəni bizim də yonca sahəmiz var. Məhsuldarlıq, yenə deyirəm, qulluq olanda yaxşı da məhsuldarlıq verilir. Kəndin əsas məşğuliyyəti heyvandarlıqdır, qoyunçuluqdur, malçılıqdır, taxıldır, nardır. Yəni bu sahə ilə məşğul olur bizim Camış kəndimiz. saxlayan var sizin kətdə? Kətdə camış yoxdur.
Bizim kənddə Əvvəl yox. var idi. Əvvəl var idi. İndi niyə o təsərrüfat yoxa çıxır? Yəqin ki, saxlamaq çətindir ona görə. Yem söhbəti çətindir. Özünüzün bildiyiniz kimi yemlər indi çox bahalıdır. Ya indi bu dəqiqə 6 manat 50 qəpikdir yonca. Təsir edir hamısı. Yox, sözsüz. Bunu alıb saxlamaq var da. Yəni o cəhətdən həcmi böyükdür, yemi çoxdur. İnsanlar indi kimin gücü nəyə çatırsa o cür yetişdirib saxlaya bilir heyvanı. Həm də su hövzələri də Sözsüz azaldı da, həmin o camışdı. indi su belədir ki, əvvəl indi əkin-biçin sahələri də çoxdur, əvvəl az idi. Yəni o bataqlıqlar çox idi. hə, çox idi. İndi yoxdur. Hamısı əkin sahəsi olub, istifadə eləyirlər. Bir növ deməli oradan inkişaf elədik, amma buradan geri Hə, ümumiyyətlə oxumuşuq da hamımız. Yəni şəhid olub. Ağdərənin Mehmana kəndinə uğruna gedən döyüşlərdə şəhid olub. Özü də Moskva Bauman adına Energetika İnstitutunun tələbəsi idi. Orada getmişdi. Yəni oradan gəldi, döyüşə getdi. Belə. Həm də ki sizin qardaşınız olur. Qardaşım da, mənim qardaşım. Allah rəhmət eləsin. Allah önünüzə rəhmət eləsin. İkinci Qarabağ müharibəsində, yəni sentyabr ayının 27-sində 2020-ci ildə başlayan müharibədə iştirak edib, əskər idi. Həmin müharibədə də, yəni 2-ci Qarabağ müharibəsində də 44 günlük müharibədə şəhid oldu. Allah rəhmət eləsin. Zülfüqar Ömərli Kamranoğlu. Burada bir dənə şəkil var. Bu da Məlikov Məlikov Nemət Bayramoğlu'dur. Bu kətdəndir. Bu da Füzuli uğruna gedən döyüşlərdə 1-ci Qarabağ müharibəsində 1994-cü ildə şəhid olub. Belə. Məsələn, bizim kənd elə böyük kənd deyil ha. Yəni 2 nəfər şəhid bu böyük vətənpərvərlik idi. Allah rəhmət eləsin bütün şəhidlərimiz. Əlbəttə ki. Biz Şün kəndində olanda Abdullah müəllim var o kənddə. Deməli onun da hardasa 100-dən çox ara ailəsi var. Biz onun bağında olduq. O da bizə çətinliklərindən danışdı ki, həqiqətən darı sağlamaq çox zəhmətlidir, çox çətindir. Əsasın bax indi isti hava olsaydı burada dayanmaq mümkün deyildi. Arı qaynaşır da elə. Gəzirdilər. Gəzir. Məsələn sərinlik olduğuna görə zəif çıxır bu. İsti olsa burada durmaq qeyri-mümkündür. Burada 1 milyard arı var. Bəli. Hərəsini onun 30 minə vuranda hər yeşiyib. Gör neçə min arı eləyir. Burada dayanmaq qeyri-mümkündür. Sərinlik olduğuna görə indi çiçəyə gedirlər, məsələn suya gedirlər. Belə güclü işləmirlər. Sərində arı işləmir. Deməli soyuq olanda öz yeşiklərində olur. Soğuk olanda çıxır, bu elə bir ki az çıxır da, az məcburiyyət qarşısında çıxır. Amma isti olanda, isti güclü, arıncı güclü istidir. Bəli. Güclü istidir. Həm də ki istidə daha məhsuldar olur da. Məhsuldar olur. Balın kəsilmə vaxtı var. Məsələn, şor motalda dəymir, bal da elə dəyməlidir. Məsələn, mayda tez kəsilən bal su kimi olur. Bu məsələn kəsilir avqust ayında. Bu elə bir ki, onun tərkibində olan su, isti onu buxarlandırmalıdır. Tərkibində olan suyla məhsul olur axı elə bir ki. Emal eləyir də deyək. Keyfiyyətini saxlayır. Keyfiyyətini.
Test məsələn may balı, məsələn payız balı ilə may balında fərq var. İndi siz ancaq Kürdəmirdə qalırsınız, yoxsa səyyar olaraq harasa gedirsiniz, hansı rayona? Lazım olanda gedirik, lazım olanda. Hansı rayonlara gedirsiniz, hara gedirsiniz? Aksuva getmişdik keçən il. Orada daha məhsuldar olur arılar, yoxsa Kürdəmirdə? Valla yazın gəlməyindən asılıdır. Harda məsəl üçün gül çiçəyi çoxdur. Bəli. Elə bir ki, yonca sahələrinə, günabaxan sahələri olanda aparılır ora. Yox, belə vaxtı indi hər yer Allah'a şükürdür, güldür, çiçəkdir. Babamızdan qalıb bu. Bu araba təkəri deyirlər. At arabasının təkəri olub. Əl işidir da bu. Bu yüngüldür. Elə bir ki, çarxı olub, 2 dənə olub da bu qoşqu ilə. Mən elə Maşallah gününüz olsun. Bura Seyid Əhməd məscididir. Məscidin girişidir. 91-ci ildə yəni məscidin əsası qoyulub. Hacı, indi bu məscid var burada. Bu məscid tarix haqqında nə vaxt tikilib, kim tərəfindən tikilib? Məscid 91-ci ildə inşasına başlanılıb. Məscidin ümumiyyətlə yəni tikintisində qəsəbə sakini olan Məşəd Sarıoğlan kişi rəhbərlik edib və onun rəhbərliyi altında həm də yaxınları tərəfindən, ona yaxın olan insanlar tərəfindən bu məscid əsası qoyulub və 2 il müddətində baş ərsəyə gəlib məscid. 3 ildən sonra yəni burada bu digər abadlıq işləri başlanılıb, abadlıq işlərinə, Ehsanxana. Onlar 97-ci ildə də o digər tikililər tamamlanıb. Şərait qurulub burada. Şərait qurulub, bəli, çox gözəl şəraiti var. Ehsanxanamız var, ondan sonra məscidin, yəni bu, görürsünüz burada böyük ağaclar var. Bunların hamısı 30 ildir. Yəni burada bu bağ-bağat salınıb, yaşıllıq var, gözəllik var. 2007-ci ildə məscidin təsisçisi Məşəd Sarıoğlan kişi rəhmətə gedib. Ondan sonra da yəni dini icma üzvləri tərəfindən məscid saxlanılır. Qorunur. Qorunur, bəli, saxlanılır, bağ-bağatı qorunur. Yəni xüsusi diqqət edirik ki, bu gözəllik itməsin. Xalqımıza, cəmaatımıza ziyarətgah olaraq o tərəfdə də ziyarətgah var, Xoruzu Pir deyilən ərazi. Yaxşı toxundunuz. Bəli. Xoruzu Pirin ümumiyyətlə adını mən çoxdan eşitmişdim. Bəli. Çoxdan bilirdim. İndi də gəldi ki, o haqqda bizə məlumat verin ki, tam bilinsin də onun mahiyyəti nədir? Bu ziyarətgahda Mövlana Seyid Əhməd Həzrətləri, yəni o ziyarətgahda uyuyan Mövlana Seyid Əhməd Həzrətləridir. Seyid Əhməd Həzrətləri Seyid Mahmud ağanın Nurlan müəllim. Bunlar qardaş olublar. Hər ikisi yəni bunlar Mövlana olublar. Onu da qəbul edəsən Kürdəmiranın Şaxsevən kəndində, Ağ Günbəzi. Ağ Günbəz deyilən ziyarətgahdır. Yəni o da inanılmış, sınanılmış ziyarətgahlardandır. Cəmiyyət orada yəni o ziyarətgaha gedir və həmçinin bura gəlirlər Seyid Əhməd ağanın üzərinə. Amma niyə görə yəni bu ziyarətgah adı dəyişib, Seyid Əhməd sadəcə o tarixdə qalıb, amma el arasında başqa bir adla Xoruzu Pir deyə müraciət olunub. Yəni, tarixi baxımından bunun da səbəbləri var. Bəli, səbəblərindən bir dənə açıqlama verərdiniz. Səbəblərindən biri toponim olaraq o yer adı ilə bağlıdır. Azərbaycanda Xoruzlu Pir, Xoruzlu kəndi, Xoruzlu vilayəti var. Hətta Cəbrayıl rayonunda da Xoruzlu kəndi olub və yaxud da Xoruzlu dağ deyilən bir
toponim var. Bəli. Bu vilayətdə də vilayət olaraq Xoruzlu vilayəti gedib. Lakin o vaxtı yəni hardasa bir 180-200 ilə yaxın bir məsafə keçməyinə baxmayaraq bu ziyarətgah bəlli olandan sonra insanlar hara getsən ziyarətə gedirəm və Xoruzluya gedirəm. Vilayət olaraq, yəni yerə, coğrafi Adı oradan qalmadı. Hə, və sonra zaman-zaman insanların leksikonunda bu dəyişib. Xoruzlu Pir kimi qalıb da Seyid Əhməd Pir ziyarətgahı bir o qədər yəni xalq tərəfindən üzə çıxmayıb. Bəli. Ziyarətgahımız yəni Xoruzlu Pir ziyarətgahı bu qəbrin çöl tərəfidir. İçəridə Mövlana Həzrətləri qəbri içəridədir. Ziyarətgahımıza yəni giriş burdandır. Bu onun qapısıdır. Yəni giriş içəridə adasa 16 kvadrat metr məsafə əhatə eləyir. Nurlan müəllim, yəni bizim bu ziyarətgahımıza uzaq yerlərdən, Şamaxı rayonundan ən çox ziyarətçilər Şamaxı rayonundan gəlir. Hələ də gəlir insanlar. Bəli, hələ də gəlirlər. Burada da deməli xoruzlar qurban kəsilir. Bəli, xoruzlar burada kəsilir. Hər gün gələnlər olur burada, elə çox xoruzdan qurban kəsənlər olur. Hər gün demək olar ki, bu ziyarətgahın ziyarətçiləri olur. Yəni bura gələnlər Xoruzlu Pir ziyarətgahına gələn insanlar olur. Özləri ilə də gələndə bəli, əsasən qurban olaraq xoruz gətirirlər. Gətirdilər burada bu qurbangahda qurbanların kəsirlər. Ocaqda dualarını eləyirlər. Salam salavatlarını deyirlər və ondan sonra yəni çıxıb gedirlər. Yəni İndi dedik ki, burada Xoruzlu elə bir ki ərazi olaraq adı Xoruzlu olub. Bəli, toponim olaraq. Toponim olaraq Xoruzlu olub. Bir növdə ondan qalıb. Bir növdə bəli ondan qalıbdı bəli. Toponimin adından qalıb. Bəli. Bu ocağın qurbangahıdır. Bizdən